üstündə özünün bitum kleyi var. Bu bitum kleyi də çox həddindən artıq keyfiyyətli bir kleydir. Yəni bunu vurdunsa bu kleyə ölüm yoxdur. O vaxt biz salkazad oynayırdıq. Şuruba ehtiyac var. Şurub bunu sıxır. Bu burada sıxılır. Ay, sıxılır. Sıxılır və yayılır. Bundan mən indiyə qədər problem yaşayan usta görməmişəm. Birinci növbədə bu qoyulur damın üstünə. Bir də orada qoyaq göstərək. Elə yaxından qoyaq, yaxından çəksinlər. O metal üstə çıxa bilmir. Deməli bu hissədən buradan yox, damın mərkəzi hissəsindən qoyulur da bu deyək. İndi mən burada sizə göstərmək üçün, nümunə üçün qoyuram. Sonra deməyin ki, orada olmalı deyil, ayırsa. Deməli bunu bu şəkildə qoyuruq. Üstünə rəqəmləri var. 1, 2, 3, 4, 5, 6. Bunu zavod nə üçün qoyub? Buradan başlayıb belə sıxa-sıxa gələndə bunda əyilmə olur. Qabarma. Ona görə birini buradan vurdunsa, birini buradan vurmalısan. Tutdu. Sonra sağ sarpaz vəziyyətdə vurmalısan. Vurdun, qutardın. Bunun bu şəkildə krişkası var. Bu nə üçündür? Buradan içəriyə nəsə daxil olmasın deyə də. Yəni böcək mi deyim, quş mu deyim? Kimin nə fikirləşirsə, kim beynində nə tutursa, onu fikirləşsin ki, daxil olmuyor. Hə. Bu qoyulandan sonra bunun deməli qapağının ağzında bunun qırağında şuruplarla vurulur. 4 dənə şurubu var paçkasında. Bunların öz şurubu da üstündə gəlir. Biri bu şəkildə buradan vurulur, biri buradan, biri də buradan. 4 dənə şurupdan bağlandı bu plastikə. Sonra qapağı qoyulur. Qapaq qoyulandan sonra desə düz qoyma. Qapaq da qoyulandan sonra üstündən 4 dənə şurubu var, yenə vurulur. Bu şəkildə. Bunun içini də kəsərdim. Bax, yapışdı qopmurdu. Bunun içini də kəsəndə kəsdiyin hissəni şöyle sağa sola qatlamalısan. Deməli bunun içi deyək ki, bir 200'lük boru enində var, yassı da olsa. Bunu qatlayırıq hər tərəfdən 1 sm içəri olmaq şərti ilə. Hə, 1 sm. O 1 sm-də abratla qatlayırıq şöyle. Amma bunun kreyi də buraxsa, biz qatladığımız yerdən sağa sola su gedib problem yaratmayacaq. Bir də bir söz soruşum. Buyur. Bunlar başqa şifr örtü tərk edir, yoxsa? Hər bir dam örtü üçün var. Hal-hazırda. Profilaktik üçün olanlar da olur, yoxsa ancaq bir cür olur? Profilaktik üçün düz gəlir, onda altına lis kəsib lislə işləyirik. Yəni olur da. Birbaşa profilaktikin üstünə olmalıdır. Hə. Yəni işləmək olur. Ha. Məhsulların təyinatı üzrə izahlı satış yeri Abşeron Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza 114 İzolasiya qrupu.